Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Aydın məsələdir ki, artıq 11-ci siniflərin buraxılış imtahanları yekunlaşdı. Növbədə isə 9-cu siniflərin buraxılış imtahanıdır. 1-ci zona 5 aprel tarixində imtahan verəcək. Artıq sizin də imtahanınıza çox az müddət qalıb, 1-ci zonanın imtahanına çox az müddət qalıb. İndi əlimizdən gəldiyi qədər sizə də dəstək verəcəyik. Bildiyimiz kimi uşaqlar, 9-cu sinif buraxılış proqramı da DİM tərəfindən paylaşılıb. Demək olar birinci hissənin bütün mövzuları düşür. Bərabərsizliklər mövzusundan, yəni bura aiddir natural ədədlər, adonluq kəsirlər, sonra faiz, nisbət, tənasüb, tam cəbri ifadələr, tənliklər, tənliklər sistemi və çoxluqlar. Silsilə düşmür. Birinci hissənin, toplumun birinci hissəsindən silsilə düşmür. İkinci, həndəsənin əsas anlayışlarıdır, üç bucaqlardır, çevrədir, dörd bucaqlardır. Bunlar isə artıq düşəcək. Yəni birinci hissə tam düşür, silsilə xaric, silsilə düşməyəcək. Bir də uşaqlar, bərabərsizliklər mövzusundan irrasional bərabərsizliklər düşməyəcək. Yəni məsələn modul bərabərsizliyi düşəcək, modul düşəcək. Sonra məsələn A böl X şəklində olan rasional bərabərsizliklər düşəcək və s. Kvadrat bərabərsizliklər düşəcək, xətti bərabərsizliklərimiz düşəcək, amma irrasional bərabərsizlik düşməyəcək. Yəni bunu öncədən deyək, bilin. Daha ətraflı canlılarımız da olacaq. Sırf 9-cu siniflər üçün, xüsusilə də ikinci hissə mövzuları, funksiya ilə bağlı məsələlərdə şagirdlər çox çətinlik çəkir. Onlarla bağlı canlılarımız olacaq. 11-ci siniflər üçün canlılarımız izləyirdirsə, yəqin ki, uşaqlar imtahanı üçün nə qədər faydalı olduğunu gördünüz. Sınavlarımızdan neçə sual düşdü imtahana. Eyni plandan, eyni məntiqlə 9-cu siniflər üçün də davam edəcəyik. 3-cü zonanın imtahanı bitənə qədər bu dəstək sizə davam edəcək. İkinci hissədən isə uşaqlar, toplumun ikinci hissəsindən sadə ehtimal düşəcək sizə. Hərəkət düşəcək, oxşarlıq düşəcək. Daha doğrusu hərəkət də tam olaraq, belə deyim, tam olaraq hərəkət olmasa da, İki nöqtədən keçən düz xəttin tənliyi, çevrənin tənliyi, bu mövzular düşəcək. Digər hissələrdən, fəzadan isə sadəcə parlapet kub və onların səthi həcmi düşəcək. Yəni hamısı tam düşməyəcək fəzanın. Sadəcə parlapet və kub düşəcək. Bununla bağlı ətraflı daha detallı video gələcək sizin üçün. Sadəcə uşaqlar, indi bugün ayın 18-idir. İndi qarşıda bayram gəlir. Bayramınızı da təbrik edirəm. Bu arada deyim onu da. 13 gün buradan qalır və 5 gün də orada. 18 gündə sizin imtahanınıza qalıb. Yəni əslində kifayət qədər az müddətdir. Çalışacağım ki, hər gün canlımız olsun. Əlimdən gəldiyi qədər yardımcı olmağa çalışacağım. Bu müddət ərzində nə etməliyik? 18 gün və 20 mövzunuz var. 18 gün və 20 mövzunuz. Bu 18 gündə çalışacağım ki, çoxlu sınavlar paylaşım sizə. Mütləq şəkildə əvvəlki illərin buraxılışlarını işləyin uşaqlar. Nə olur olsun, əvvəlki illərin buraxılışları işlənilsin. Bir dənə də olsun sual qalmasın. Çalışacağım Türk ədəbiyyatından seçilmiş suallar işlədim sizə. Bu funksiya ilə bağlı, çünki çox düşür imtahana. Sizə də çalışacağım oradan seçdiyim suallardan işlədim. Əlavə olaraq da özünüz necə hazırlaşın, hazırlığa getməyən uşaqlar və yaxud da ki, hazırlığa gedib əlavə də özü təkrar üçün plan qurmaq istəyən şagirdlər. 18 günlük müddətdə və 20 mövzumuz olduğu müddətdə gün ərzində sabahdan başlaya bilərsiniz. Bayram uşaqlar keçirməyin. Necə keçirməyin? Keçirin təbii ki, amma ümumiyyətlə dərsi kənara atmayın, çünki vaxtımız limitlidir. 20 dənə mövzudur. Əgər hər gün ərzində 2 mövzu götürsəniz, təkrar eləməyə, günə 2 mövzu götürüb həmin mövzunun testləri ilə məşğul olsanız, 10 gün kifayət eləyər ki, bütün mövzuları yekunlaşdırasınız. Yəni 10 günə hər gün 2 mövzu, yerdə 8 gün qalacaq. Bu 8 gün müddətində isə ümumi bütün mövzuları yenidən təkrar edirsiniz. Hər gün bütün mövzular təkrar olunur və hər gün ən azı bir və yaxud da bir neçə sınaq paylaşılır. Əlavə olaraq da bir sınav mən paylaşacağım kanalda, izləyə bilərsiniz. Həmin sınağı da kanaldan öncə WhatsApp qruplarımızda, bir də Telegram kanalımızda paylaşacağım. Bu videonun rəy bölməsində link olacaq. Oradan qoşulun. İndi yəqin ki, bugün ya da sabahdan başlayacaq videolarımız və sınavlarımız. Qoşulun,
mütləq şəkildə qoşulun. Nə olur olsun. Həmin sınaqları yazın, işləyin və uşaqlar əmin olun ki, buraxılış imtahanınıza çox faydası olacaq. Əlavə çox uzatmaq istəmirəm videonu. Bu hazırlıq üçün ilk videodur. Ardı gələcək. Hər birinizə bol-bol uğurlar.